Mən də bir daha hamını salamlayıram. Bu aprel ayının ilk günlərində, bu aprel döyüşlərində dünyasını dəyişmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Valideynlərinə səbir arzulayıram. Oyuna gəldikdə, əslində bu ard-arda oyunlardan sonra belə nəticə hardasa gözləyirdim, nə vaxtsa uzacaq. Çünki çox yaxşı 4 turdan sonra hardasa o bir aseçkada, yəni belə bir səhvimiz olacağını gözləyirdim. Bugün meydançada hiss olunurdu ki, Qəbələ bizdən daha çox qələbə istəyir və ilk dəqiqələrdəki o konsentrasiya, ikinci hissədəki o xırda səhvlərimiz qolu nəticələndi. Rəqibi təbrik edirəm. Çempionat davam eləyir, qarşımıza baxacaq.